Vüsal bəy, həm də biz hovuzun ətrafında balaca da olsa bir güşə yaratmışıq və bu güşədə də görün bu görünüşə, bu mənzərəyə, gəlin burada bir oturun, özünüz də bir zövq alın. Mən artıq zövq alıram və inanıram ki, izləyicilərimiz də zövq alır. Vüsal bəy, həm də biz buradan bir balaca bir dəhliz yaratmışıq və bu dəhlizdən keçid bağ hissəsinə də buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Maraqlı layihələndirmədir. Ev sanki bu gözəl torpaq sahəsini iki fərqli istirahət dünyasına bölür. Burada həm manqal zonamız var, həm də burada həm sanitar qovşağı da yaratmışıq. Yəni burada demək olar ki, bütün şərait var. Qaz var, su var, işıq var. Hər bir situasiyada burada istədiyin ab-ı havanı yaratmaq olur. Bir də Vüsal bəy, xahiş edirəm bura gələsiniz. Buradan yuxarıya bir mənzərə yaratmışıq. Burada həm çardaq deyirlər bizdə. O çardağın balaca bir tipajını yaratmışıq. Və burada bir həm də çıxaq yuxarı bir baxaq. Bu yuxarıdan çıxıb bu gözəlliyi də seyr etmək və bu ab-ı havanı yaratmağa buradan da bir baxaq və bu zövqü də bir yaşayaq. Doğrudan da bu bağın hər hissəsində ayrı bir enerji və rahatlıq hiss olunur. Elə bil bağın ikinci nəfəsi məhz bu hissədə açılır. Bildiyiniz meyvələrin çoxu hamısı var. Demək olar ki, bacardığımız qədər burada meyvə ağacları çoxaltmışıq və çox da əkmişik. Barında görürük. Demək olar ki, ətrafda olan qohum əqraba hamısı bu meyvələrdən karını da görürlər. Biz istədiyimiz o ab-ı havanı burada yaratmaq istəmişik. Yəni ki, bizdə o Ağdam zonasında istədiyimiz meyvə ağacları çox olur. Orada da demək olar ki, bu fakt yaratmaq istədiyimizi burada Bakıda yaratmışıq və bunun da bəhrəsini görürük. Torpaq nəzərinizə çatdırın Vüsal bəy, çünki burada torpaq əslində münbit olmadığı üçün biz İsmaillidən, Şamaxıdan bura torpaq gətizdirmişik. Səhv eləmirəmsə 20 kamaza yaxın. Bu həm landşaftda istifadə olunub, həm də meyvələrdə istifadə olunub. Vüsal bəy, həm də burada elə həm girişdə, həm də çıxışda sayılır. Böyük bir olmasa da balaca bir güşə yaratmışıq.